Çoxluqlara aid belə bir maraqlı sualın izahına baxaq. Çoxluqları işləməyin ən asan yolu Euler-Venn diaqramından istifadə edərək həll etməkdir. Bura A çıxılsın B, bura B çıxılsın A, burada bildiyiniz kimi A kəsişsin B-dir. İndi bizə deyir ki, A kəsişsin B 2-dir. A birləşsin B, B çıxaq A-nın. B çıxaq A-ya x deyirəm. A birləşsin B-də deyir ki, B çıxaq A-nın, yəni x-in üzərinə 3 gəlsək, bizə ümumi birləşməni verəcək. Məsələn, burada y deyirəm. Bərabərdir deməli, 2 üstəgələ x üstəgələ y-ə. Burada x-lər getdi. 2 ilə y-in cəmi 3-dürsə, deməli y 1-dir. Yəni A çıxaq B-ni biz 1 tapdıq. Bura 1-dir. İndi bizə deyir ki, NA, yəni baxın ümumi isə 3 bərabərdir 2 vurulsun. NB nədir? 2 üzərinə gəlsin x çıxaq 3. Buradan yazırıq ki, 2 vurulsun 2 üzərinə gəlsin x 6 olmalıdır. 2 üzərinə gəlsin x 3 və x də 1 olmalıdır. Deməli bu hissə də 1-dir. Burada 1 olur. Yəni B çıxaq A da 1 olur. Bizə birləşməni istəyir. Yəni ümumi gördüklərinizin hamısının cəmi o da 4 edir.